Salam millət. Bu videodan etibarən Python'ın FuncTools adlı kitabxanasını öyrənməyə başlayırıq. Daha doğrusu bu kitabxananın bəzi vacib alətləri haqqında danışacağıq. Və ümumiyyətlə FuncTools kitabxanası nə üçün lazımdır? Rəsmi saytdakı rəsmi dokumentasiyaya görə FuncTools kitabxanası High Order Functions, yəni yuxarı səviyyəli funksiyalar dan ibarət olan bir kitabxanadır. High order functions nədir? Bu elə funksiya vardır ki, onlar başqa funksiyalar üzərində işləyir. Yəni onların üzərində işlədiyi obyekt, üzərinə fokuslandığı şey başqa funksiya vardır. Həmin funksiyalar arqument kimi alır, onlarla nəyisə eləyir və geriyə məhz həmin funksiyanı qaytarır. Okay? Yəni bir növ yuxarı səviyyəli, başqa funksiyalarla işləyən funksiyalardır. Və belə bir şey deyərkən yəqin ki, ağlımıza ilk gələn şey dekoratorlar olur. Çünki arqument kimi funksiya alan, funksiya qaytaran bizdə adətən dekorator var idi. Və buna görə də bu alətlərin əksər hissəsi, əksəriyyəti göründüyü kimi məhz dekorator şəklində istifadə olunur. Yaxşı. Qaydaq bizim videomuza. Bu videonun mövzusu cache olacaq. Ümumiyyətlə cache nədir? Cache bu cür yazılır. Hərçənd ki, çox güman ki, mən belə də çalışıb yaza bilərəm. Cache nədir? Cache ümumiyyətlə hər hansı bir prosesin, alqoritmin nəticəsinin yadda saxlanılıb və sonra yenidən hesablamaq əvəzinə artıq yadda saxlanılmış nəticədən istifadə eləməkdir. Qəliz təsvirləndir, bəli. Ümumiyyətlə, proses deyərkən biz hər hansı bir funksiya, hər hansı bir alqoritm nəzərdə tuturuq. Bilirik ki, ümumiyyətlə, funksiyanın riyazi tərifi belədir ki, funksiya müəyyən giriş alır, deyək ki, 1, 2 və yaxud n sayda arqument alır, giriş alır və həmin girişə uyğun olan ancaq yeganə bir nəticə qaytarır. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, əgər biz bir dəfə deyək ki, 2 ötürürüksə və nəticədə 5 alırıqsa, növbəti dəfə 2 ötürən zaman da 5 almalıyıq. Yəni, əgər funksiyamız biz 2 ötürəndə bir dəfə 5, sonra nə bilim 10 qaytarırsa, bu demək ki, bizim funksiyamız düzgün funksiya deyil. Yəni, bu tərifdən kənar bir şeydir. Çünki adətən funksiya girişi alır və həmin giriş üzərində eyni bir şey eləyir. Yəni, məntiq dəyişməlidir. Funksiya budur. Və bundan irəli gələrək biz nə edə bilərik? Funksiyanın girişlərini götürürük, nəticəni hesablayırıq və qaytarırıq. Amma həmçinin bunu bir növ kənara yazırıq, bir cədvələ yazırıq ki, okey, bu girişlə bizdə bu çıxış alınır və hər dəfə müəyyən bir giriş gələndə, nəsə bir hesablama tələb olunanda biz baxırıq görək, bizim cədvəlimizdə bu girişə uyğun olan bir çıxış var ya yox. Yəni artıq istifadəçi bu giriş üçün nəyisə bir şey hesablayıb ya yox. Əgər istifadə eləyibsə, çağırılıbsa, bu girişlə artıq funksiyamız çağırılıbsa, o zaman yenidən hesablamaq əvəzinə məhz yaddaşda saxladığımız hazır nəticəni qaytara bilərik. Və əlbəttə ki, bu bizə hansı üstünlüyü verir? Bunun əsas üstünlüyü odur ki, biz eyni giriş üçün təkrarən nəticəni hesablamırıq. Çünki hesablama biraz ağır bir şey ola bilər. Deyək ki, n sayda nəsə şəbəkə request tələb edir, nəsə sorğu göndərmək lazım, nəsə böyük bir hesablama aparmaq lazımdır və s. Və bunu etməmək üçün bilirik ki, zaten bunu artıq bir dəfə etmişik və nəticəni geriyə qaytara bilərik. Okay? Və bizim kontekstdə, bizim məzmunda bu məsələ yadda saxlanılır. Harda? RAM-da olacaq. Niyə? Çünki biz hal-hazırda funksiyalar haqqında danışırıq. Ümumiyyətlə, fərqli səviyyəli cache məsələsi var. Verilənlər bazasında saxlamaq olar. Yəni, proqramlaşdırmada caching çox geniş bir mövzudur. İxtiyari yerlərdə tətbiq edə bilərik. Amma biz hal-hazırda danışırıq. Nədən? Funksiyanın girişinin cache olunması haqqında. Okey. Cache nədir bildik. Və adəti üzrə birbaşa FuncTools'un hazır cache adətinə keçməzdən qabaq birinci bunu özümüz yazmağa çalışacağıq və ancaq ondan sonra hazır olan alətə baxacağıq. Çünki plus-minus eyni bir şey olacaq. Və əvvəla bir dənə funksiya ataq. Deyək ki, həmin funksiyanı biz cache-siz işə salacağıq. Daha sonra isə onu cache etməyə çalışacağıq. Nümunə kimi çox bəsit bir funksiya yazmaq olar. Deyək ki,
ədədin eksponentini, qüvvətini hesablayan bir funksiya. Bilirik ki, bizdə bir qurma pow funksiyonu var, hansı ki our əsas, base və our eksponent, yəni qüvvət. 2/8 bizə verəcək 256. Okay, deyək ki, biz bunun öz variantımızı yazmışıq. Def olsun my pow, lənət şeytana, our base, our eksponent və geriyə qaytarır base üstü eksponent. Belə bir şey. Və funksiya çağırılanda xəbərimiz olsun deyə bura bir dənə print ataq. Print deyək ki my pow is running. Belə bir şey. Bu bizim funksiyonumuz. Görə ümumiyyətlə işləyir ya yox. My pow 2/8 alırıq 256 və funksiyamız işləyir. Əla. İndi qayıdaq problemə. Deyək ki, mən bu funksiyaya bir caching mexanizmi əlavə etmək istəyirəm. Ümumiyyətlə bu funksiya yox, ümumiyyətlə bir alət yaratmaq istəyirəm ki, mən həmin alət vasitəsilə ixtiyari, demək olar ki, ixtiyari funksiyanı cache edə bilim. Yəni bizim halımızda nədir? Bu giriş verilənlərinə görə nəticəni yadda saxlamaq. Belə bir şey eləmək istəyirik. Okay? Və dedik ki, bu alətlərin əksəriyyəti dekorator şəklində istifadə olunur. Çünki söhbət gedir funksiyondan və biz funksiya üzərində əməliyyat apardığımıza görə, yəni funksiyanın girişi, funksiyanın nəticəsi, funksiya üzərində əməliyyat apardığımız üçün bu bir dekorator olacaq çox güman ki. Yaxşı. Funksiyamız normal funksiyadırmı? Bəli, çünki mən 2/8-i nə qədər işə salsam da nəticə dəyişməyəcək. 256 olaraq qalır. Okay? Və bu demək ki, biz bunu cache edə bilərik. Mənası var. Yaxşı. Həmən bir dənə standart dekorator yazırıq. Biz üçün artıq dekoratorlar var, tanışıq. Olsun dev alətimiz, dekoratorumuz olsun cacher, cache edici, cache'ləyən. Klasik dekorator nə edir? Bir func alır, hansı ki çağırılandır. Yəni ümumiyyətlə biz function deyirik, amma function əvəzinə demək olar ki, ixtiyari çağırıla bilən obyekt ola bilər. Çünki biz bilirik ki, obyekt yönlü proqramlaşdırmadan bilirik ki, bizim öz obyektlərimiz belə çağırılan ola bilər. Niyə? Çünki call dandır metodu var idi. Call. Biz bu metodu təyin edərkən bizim obyektimiz nə edirdi? Çağırıla bilən olurdu. Yəni function deyəndə əslində ixtiyari çağırıla bilən obyekt ola bilər. Okay. Bir func alır, içərisində bir wrapper var. Hansı ki bu funksiyanın alacağı ixtiyari arqumentləri alır. Klassika args və adlı arqumentlər. Keyword args, quarks. Və burada nə edirik? Burada nə edirik? Çağırırıq bizim funksiyamızı ötürülmüş ixtiyari arqumentlərlə. Yəni arqumentləri və adlı arqumentləri nə edirik? Ötürürük funksiyamıza. Bu bizə müəyyən bir nəticəni qaytarır, olsun result və yəqin ki sonda bunu nə edirik? Qaytararıq. Belə. Və bu da nə etməlidir? Return içərisindəki wrapper-ı qaytarmalıdır və salam. Çox sadə dekorator funksiyonu. Yaxşı. İndi qayıdaq əsas məsələyə. Bu alət nə etməlidir? Funksiyanın girişi budur. Okay? Bu bizim funksiyamız, bu onun girişləri, bu olacaq onun nəticəsi. Bunları təyin edəndən sonra nə edirik? Başlayaq məntiqimizi qurmağa. Biz dedik ki, nəticəni giriş verilənlərinə görə yadda saxlamaq istəyirik. Giriş verilənləri isə bax budur. Okay. Yəni bu olacaq bir tuple yazı. Çünki packing, unpacking haqqında danışmışıq. Bilirik ki, məsələn, deyək ki, funksiyanı belə yox, belə çağırıram. Bu bizə nə idi? Base və eksponent. Bu base'dir. Bu isə olsun adlı arqument.
Eksponent bərabərdir 8. Okey, belə. Və belə çağırarkən, bu cürə çağırış edərkən bunlar nə olacaq? Gəlin buraya yazaq. Args bərabər olacaq deməli 2. Quarks, lənət şeytana. Quarks bərabər olacaq deməli lüğət olacaq. Haradakı arqumentin adı exp idi. Dəyəri isə ötürdüyümüz dəyər idi. Yəni 8. Yəni packing, unpacking məsələsi. Yəni bu dəyərlərin qiyməti budur. Söhbət bunlardan gedir. Daha doğrusu bu hissədə bunlardan gedir. Yaxşı. Biz nə etməliyik? Biz bax bu giriş verilənlərindən bir açar düzəltməliyik. Nə üçün? Ondan ötəri ki, biz həmin açara bu dəyəri mənimsədə bilək. Nə demək istəyirəm? Ümumiyyətlə deyirik ki, cache edirik, yadda saxlayırıq. Harada yadda saxlayacaq? Deyək ki, bir lüğətimiz olsun. Nə deyək bunun adına? Olsun cache bərabərdir bir lüğət və mən giriş verilənlərini bir açara çevirib bu lüğət içərisində istifadə edəcəm. Dəyər isə bax bu result olacaq. Funksiyanın həmin giriş verilənləri üçün geriyə qaytaracağı dəyər. Və bu deməkdir ki, mən hal-hazırda məqsədim, birinci məqsədim giriş verilənlərini bir açara çevirməkdir. Çünki mən açara görə təyin edəcəm ki, məndə bu girişə uyğun nəticə var ya yox. Məsələ budur. Və bilirik ki, args var, quarks var və bu args və quarksa görə bir key hazırlamaq istəyirəm. Bilirik ki, key, yəni lüğətin açarı dəyişilə bilməyən hash olunan obyekt olmalıdır. Bu ola bilər yazı, bu ola bilər çoxluq. Yoxsa hə. Yəni yoxlayaq, yadımdan çıxdı artıq çoxluq hash olunan idi ya yox. Deyək ki, set, nəysə belə bir şey. Okey, hash olunan deyil. Deməli, çoxluqdan istifadə edə bilmərik. Deməli, bu ola bilər sətir, bu ola bilər yazı. Dəyişilə bilməyən obyektlər və yaxud da ki, integer ədədlər fərqi yoxdur. Və. Nəzərə alsaq ki, açarı biz düzəldəcəyik giriş verilənlərindən, gəlin yazıdan istifadə edək. Tuple'lardan istifadə edək. Və bax, bunlardan necə key düzəldə bilərik? Variant kimi belə bir şey edə bilərik. Key bərabər olsun. Deməli, tuple olacaq. Adlı, daha doğrusu mövqeli arqumentləri bura atırıq. Args bunu və adlı arqumentlər, hansı ki, quarksın içərisindədir. Burada. Həmçinin, yəni bu çağırış üçün bizdə bax buna bərabərdir. Bura isə nə edək? Deyək ki, quarks.items deyə bilərik. Quarks.items bizə verəcək arqumentin adı, onun dəyəri. Bu şəkildə bizə yaramır. Deyək ki, bunu tuple'a çevirək. Tuple. Belə bir şey. Və bunu nə edərik? Bunu gətirib qoyarıq bax bura. Və belə ediriksə əgər key bizdə belə bir şey olacaq. Yəni həm mövqeli, həm də adlı arqumentləri bir cür bax belə bir dənə yazıya çevirə bilirik. Bir dənə tuple'a çevirə bilirik. Okay? Və bu deməkdir ki, biz bax bu açarı lüğət içərisində istifadə edə bilərik açar qismində. Gəlin yoxlayaq. Deməli, bizdə var ki, görək bu keyi açar qismində istifadə edə bilirik nəysə. Bura belə. Məntiqsiz bir şey olsun. Görürük ki, çökmür. Deməli, istifadə edə bilərik. Okey. Dedik ki, açarımız bu cürə düzələcək. Götürürük açarımızı, gətiririk hara? Bura. Key bərabərdir buna. Okey. Nəticəni hesablamazdan qabaq baxmaq istəyirəm görüm. Yəni, bunu buradan yığışdıraq hələ ki. Bilmək istəyirəm ki, mənim cache-imdə artıq bu açarlı element var ya yox. Baxırıq.
Deməli, əgər cache.get key, yəni bu artıq orada varsa, bu deməkdir ki, artıq biz funksiyanı bu giriş verilənləri ilə çağırmışıq. Və onda nə edirik? Onda sadəcə olaraq return deyirəm, axı səhv yazacağam. Cache.get key. Yəni yenidən hesablamırıq. Sadəcə götürüb və qaytarırıq. Əks halda isə nə edəcəyik? Cache içərisində götürüb ümumiyyətlə nəticəni hesablayırıq və cache əlavə edirik həmin açar altında. Deməli, nəticəni hesablayırıq. Yəni belə bir şeydək. Çəkirik bunu belə. Hesablayırıq nəticəni və nə edirik? Əlavə edirik cache-ə. Cache key bərabərdir result-a və nə edirik? Result-ı qaytarırıq. Bu belə. Deyəsən, hər şey hazırdır. İndi yoxlayaq görək, işləyir ya yox. Həmçinin bir-iki dənə print ata bilərik, baxmaq üçün. Deməli, cache varsa print already in cache. Əks halda isə deyirik ki, print not in, yenə səhv yazıram, not in cache. Nəysə belə bir şey. Yaxşı. Bunu işə saldıq və istifadə etmək üçün nə edirik? Götürürük bizim funksiyamızı və bükürük az öncə yaratdığımız dekoratorumuza. Birinci dəfə işə salıram. Görürük ki, not in cache. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, cache içərisində 2 və 8 üçün heç nə yox idi. Hesabladı, geriyə qaytardı 256. Deyək ki, bunu götürürəm, ikinci dəfə işə salmağa çalışıram eyni giriş verilənləri ilə. 2 və 8 üçün. Baxırıq. Already in cache və alırıq 256. Görürsünüz? Hərçənd ki, baxın, funksiyam işə düşəndə myPow is running deyir. Bunu görmürük. Niyə? Çünki funksiyamız işə salınmır. Çünki bizim möhtəşəm cacher dekoratorumuz işə düşəndə arqumentlərə görə açarı yaradır. Hazır olan cache, yəni bir növ baza rolunu oynayan o cache'in içərisinə baxır. Görür ki, o açar ilə, həmin giriş verilənləri ilə artıq nəticə var ya yox. Alır, görür ki, var və həmin nəticəni bizə geriyə qaytarır. Çox sadə, amma çox faydalı bir şeydir. Deyək ki, işə salıram. Əla. Amma deyək ki, 2 üstü 8 yox, 2 üstü 2-ni hesablamağa çalışsam, cache içərisində deyil. Əlbəttə ki, çünki bu giriş verilənləri ilə 2 və 2 ilə ilk dəfəlik çağırıram. Ona görə bunu hesablayır. Amma ikinci dəfə run etsəm, görəcəm ki, artıq cache-də var və geriyə alıram 4-dür. Bu belə işləyir. Əla. Amma bunun bir mənfi cəhəti var. Mənfi cəhət nədir? Mənfi cəhət ondan ibarətdir ki, biz bütün bunları harada saxlayırıq? Əməli yaddaşda, yəni RAM içərisində saxlayırıq. Və təsəvvür edin ki, bizim funksiyamız hər hansı bir servisin tərkib hissəsidir və həmin servis dayanmadan aylarla işləyə bilər. Və funksiyamız deyək ki, dəqiqədə 100 dəfə işə salınır. Və təsəvvür edin ki, yəni bir ay ərzində o demək ki, bizim funksiyamız milyonlarla dəfə işə salınır müxtəlif giriş-çıxış verilənləri ilə. Bu o demək ki, biz RAM-ı dayanmadan yükləyirik hər dəfə üçün. Və bu əslində o qədər də yaxşı bir şey deyil, çünki müəyyən müddətdən sonra biz RAM-ı sadəcə olaraq müxtəlif giriş-çıxışlarla yükləmiş oluruq. Bəs necə edək? Yaxşı çıxış yolu o olardı ki, biz bütün giriş-çıxışları yox,
Yəni bütün cildləri yox. Ancaq müəyyən bir ölçü götürək, məsələn, 128 və 256 fərqi yoxdur. Bir n ölçülü cədvəl quraq. Yəni bizim bax bu cache lüğətimiz məhdud olsun. Deyək ki, 128 ölçüsündə olsun. Maksimum ölçüsü budur. 128 qədər artdı, böyüdü və salam. Bundan sonra biz nə edəcəyik? Yeni bir giriş-çıxış əlavə olunanda bunu sona əlavə edirik. Ən sonuncu dəfə istifadə olunan dəyəri isə nə edirik? Atırıq. Yəni bir növ yenilərini sağa atırıq, köhnələri isə solda qalır və deyək ki, biz gəlib maksimuma çatanda, 128-ə çatanda nə edirik? Soldakını atırıq kənara. Yəni 128-dən çox şişmir məsələ. Bundan istifadə edə bilərik. Yaxşı. Bunu necə eləyə bilərik? Əvvəla dizayn olaraq bizim bu cacher alətimiz biraz dəyişir. Niyə? Çünki birincisi biz birbaşa buraya yaza bilərik ki, bizim cache'imizin əgər cache'imiz ölçüsü hər hansı bir n-dən, deyək ki, 128-dən çoxsa, ən soldakını götür at, ən yenisini isə deyək ki, sağa əlavə elə. Belə bir şey eləyə bilərik. Amma biz istəyirik ki, bu maksimum ölçünü biz həmçinin bir arqument kimi bax burada əlavə eləyə bilərik. Deyək ki, cacher'ı çağırıram və deyirəm ki, max size bərabər, nə bilim, 256 və yaxud nə isə. Mən istəyirəm ki, bundan istifadə edə bilim. Və necə eləyək? Bundan ötəri biz cacher alətimizi biraz nə eləməliyik? Biraz bunu inkişaf etdirməliyik. Olsun cacher versiya 2. Yəni bunu buradan götürək. Bunu buradan yox eləyək. Bu qalsın belə. Gəlirik bura. Daha doğrusu elə buraya əlavə eləyək. Bu olsun cacher limited. Və yaxud nə bilim. Cacher 2 olsun. Belə bir şey. Və yadımıza salırıq ki, əgər biz istəyiriksə ki, bizim dekoratorumuz arqument alsın, arqumentli dekoratoru var, belə bir mövzumuz da var idi. O zaman sanki götürürük bizim bu dekoratorumuzu və əlavə bir funksiyanın içərisinə atırıq, bükürük bunu. Onda nə edirik? Bax, bunu qaytaraq yerinə. Götürürük bu məsələni, Ctrl-X ilə götürürük. Deyək ki, olsun dev, nə olsun adı? Cacher limited olsun. Cəhənnəm. Bu bir arqument alır. Deyək ki, max size olsun. Integer tipli, hansın ki default dəyər olacaq 128. Və bizim öncəki dekoratorumuzu basırıq bunun içərisinə. Bu alignment'ı düzəldək. Belə. Bizdə var max size. Bunu adətən dekorator adlandırırlar. Dekorator. Belə bir şey. Və. Deməli, bunu bizim dekorator qaytarır. Bu isə öz növbəsində qaytaracaq bizim dekoratorumuzu. Parametrli dekorator funksiyamız hazırdır. Qaldı indi bu maksimum ölçünü əlavə eləmək. Görək məntiqi necə quraq. Birincisi, əgər biz dedik ki, ən yeni çağırışı var, ən son çağırışı var. Bizdə gələcək sağ tərəfə və hər yenisini biz sağa əlavə eləyəndə sanki ən köhnələr sol tərəfdə qalır. Və əgər biz lüğətin, belə deyək, sırasından söhbət ediriksə, o zaman yəqin ki, collectionsdakı order dict strukturundan istifadə etmək daha məntiqli olar. Daha məntiqli gələr. Və biz bu haqqında artıq danışmışıq. From collections import order dict. Order dict bir növ dictionary, lüğətdir, amma bu lüğətin elementlərinin konkret sırası var. Yəni deyək ki, A1, B2, C3 bu cürə təyin eləmişiksə, o zaman biz dəqiq istəyirik ki, A birinci olsun, B ikinci olsun, C isə üçüncü olsun. Əslində,
Python'ın öz dictionary'ləri də hal-hazırda öz sırasını qoruyur, amma ordered dict, yəni əslində təkrarən bu söhbət edirəm. Haqqında bu haqda artıq danışmışıq. Sadəcə ordered dict birincisi bir neçə metod verir, elementi sağa sola əlavə etmək üçün. İkincisi biz konkret ordered dict istifadə edəndə bir növ deyirik ki, ay yoldaş, əslində bizim üçün burada mövqe, yəni sıra önəmlidir. Ona görə dict yox, ordered dict istifadə edirik. Nəysə. Biz nə edirik? Cache ordered dict ilə əvəzləyirik və nə edirik? Deyək ki, ki yaradırıq, okey. Bu məntiqi dəyişmirik. Bu məntiqi dəyişmirik. Məntiq harada dəyişir? Məntiq dəyişəcək, bax, burada. Gəlin fikirləşək. Bu hissədə biz yeni açar əlavə etmək istəyirik. Əlavə edirik. Və biz burada nə etmək istəyirik? Əgər, deyək ki, tapmadıq açarımızı, yeni açar əlavə etmək istəyirik və əgər bizim, bax, bu cache'in ölçüsü, uzunluğu bu həddi aşıbsa, bundan böyük bərabərsə, o zaman nə edirik? Bunu sağ tərəfə əlavə edirik və ən soldakını nə edirik? Atırıq, silirik. Belə bir şey eləmək istəyirik. Çünki biz, belə deyək, əslində yox, yenə də yox, niyə yox? Çünki baxın, məntiq ondan ibarət olacaq ki, biz əgər belə deyək, giriş gəldi, okey? Bu giriş artıq cache'da varsa, bu girişi ən sağ tərəfə çəkirik. Niyə? Çünki bizim məntiqə görə ən son istifadə olunan ən sağda dayanmalıdır. Ondan bir çağırış öncəki, bir addım solda və s. axır. Yəni, hər hansı bir verilən, hər hansı bir giriş nə qədər çox istifadə olunarsa, belə o qədər də sağda olar. Əgər bir element ən sol tərəfdə, ən əvvəldə qalıbsa, bu o deməkdir ki, bundan ən az istifadə olunan budur. Yəni, məntiq bu cür olacaq. Və buna görə biz nə edirik? Elementi əlavə edəndə və yaxud da ki, cache'dən qaytaran zaman bunu ən sağ tərəfə çəkməliyik. Okey? Və o zaman biləcəyik ki, ən soldakı ən köhnəsidir, belə deyək. Çünki biz köhnələri atırıq, təzələri isə saxlayırıq. Buna görə biz nə edirik? Okey, bunu qaytarırıq, amma qaytarmazdan öncə, yəni bu o variant ki, həmin açar üçün bizim cache'imizdə elementi var. Sadəcə bu elementi almaq istəyirik deyə bunu bir növ sağ tərəfə çəkirik. Çünki bu element vacib elementdir ki, bunu hal-hazırda bizdən istəyirlər. Yəni, ya yenisini əlavə edirsən və yaxud da ki, var olanı qaytarırsan. İxtiyar, yəni istənilən halda biz bunu sağa çəkməliyik. Çünki bu bizim üçün vacibdir. Okey, yaxşı. Bu ordered dict'in, cache'in bir metod olmalıydı, səhv etmirəmsə, move to end idi. Hansı ki, götürür açarı, yəni deyək ki, bu lüğətdir. Lüğət içərisində bir açar var, bir element var. Həmin elementi götürüb sağ tərəfə çəkir. Həmçinin burada last var. Hansı ki, yəni bunu sona çəkmək istəyirik, yoxsa əvvələ? Last bərabərlə true varsa deməli axırıncı eləmək istəyirik, yəni ən sağa çəkmək istəyirik. False olarsa o zaman bir növ move to end yox, move to start olacaq. Çünki axıra yox, əlavə eləmiş oluruq. Əvvəl əlavə eləmiş oluruq. Qısası. Bizimki belə edirik və bunu edəcəyik. Götürəcək bizim açarımızı, onu çəkəcək sona. Ən sağ tərəfə. Okay? Və geriyə qaytarırıq həmin key'i. Bu tərəfdə məntiqimiz yekunlaşdı. Gələk bu tərəfə. Əslində bu tərəfdə bu hissə okeydir. Niyə? Çünki biz yeni bir element əlavə edəndə, ordered dict'i bax bu cürə yeni element əlavə edəndə onu elə sağ tərəfə əlavə edir. Yəni bunu indicə əlavə etdimsə, deməli ən son tələb olunan bu imiş. Bu okeydir. Sadəcə olaraq biz yeni açar əlavə edəndə
baxmalıyıq görək. Yeni bir element əlavə eləmək, bunu 1 vahid genişləndirmək deməkdir. Və bunu genişləndiririksə, baxmalıyıq ki, biz bu maksimum size-dan, limitdən bu limiti aşırıq ya yox. Aşırıqsa ən soldakını, yəni ən son, belə deyək, ən son yox, ən çoxdan da istifadə olunmayan elementi atmalıyıq. Və bunu nə edirik? Bir növ burada belə bir şey eləyəcəyik. Əgər, deməli, len, nəyin leni? Bizim keşimizin leni böyük bərabərsə max size-dan, limitdən, o zaman nə edirik? Ən soldakı elementi, yəni ən çoxdan da istifadə olunmayan elementi silməliyik. Bunun üçün səbit münasibət metodu olmalı idi. Cache.pop hansı? Pop item var. Baxaq. Aha, last. Pop item deməli last bərabərdir. True desək, true desək, bu sonuncunu silərək geriyə qaytarır. Amma bizə nə lazımdır? Bilirik ki, ən sonuncu, yəni ən sağdakı ən yenisidir. Bizə ən köhnəsi lazımdır. Onun üçün nə edirik? Last bərabərdir, false deyirik. Və bununla nə etmiş olduq? Ən solda dayanan, yəni birincini silirik. Birincini sildik, limitdən uzaqlaşdıq, yəni 128-i aşmırıq və artıq ondan sonra nə edirik? Götürüb keşə əlavə eləyə bilirik rahatlıqla. Bu belə. Deyəsən işləməlidir. Gəlin, indi nə edək? Götürək bu alətimizi, əlavə edirik bura. Max size, yəni max size bərabər 3 olsun. Cəm cümlətanın 3 giriş verilənini yadda saxlayacaq. 3-dən o yana getməyəcək. Yəni 3 aşandan sonra artıq birincini siləcək və 4-cünü əlavə edəcək. Bax belə. Və. Yəni sadələşdirək. 2.8 running. Baxaq. Əslində heç gözlənilən deyil. Niyə? Çünki my po is running alırıq. Sorry. Buna burada təyin edirik ona görə. Gələk bura. My po 2.8 hesabladıq. Bir dəfə də run eləyirəm. Artıq keşdədir. OK. Deyək ki, 8 yox. 10 üçün hesablayıram. Keşdə deyildi, keşə əlavə olundu. Baxın, artıq keşdədir. Daha sonra 9 üçün hesablayaq. Deməli, əlavə olundu. Bu bizə 3-cü idi. Gəlin belə bir şey eləyək ümumiyyətlə. 2 üstü 3 2 üstü 4 2 üstü 5 və sonra yəni bunu run eləyək. Baxın, hamısı əlavə edildi. OK. Amma gəlin belə bir şey eləyək. 2 üstü out olsun. Bunları run eləyirəm və artıq baxın 3, 4, 5, 6 4 dənə variant üçün run eləmişəm. OK. Və əgər mən bunu gəlib yenidən run eləməyə çalışsam, baxın, not in cache. Niyə cache-də deyil? Çünki artıq bizim limitimiz 3 idi. Və baxın, bu əlavə edildi cache-ə. Sonra bu əlavə edildi cache-ə. Üçüncü bu əlavə edildi cache-ə. Və artıq bunu əlavə etmək istəyəndə görür ki, cache-də artıq 3 dənə. Niyə 3 dənə? Çünki max size işləmişik. Yəni, bu dördüncüdür artıq. Bunu əlavə etmək bir növ limiti aşmaq deməkdir. Ona görə biz nə edirik? Ən sondakını, yəni ən birinci əlavə edilmişi silirik. Yəni, belə bir şey eləyək. Print, deyək ki, reached rm
Görək, bunun birincisini necə alırıq? Birincini ala bilərəm ümumiyyətlə mən. Maraqlı. Items deyə bilərəm əslində, yəqin ki. Items və birinci. Okey. Yəni bunu restart edək. Buradan başlayırıq. Direct. Subscribe. Okey. Subscribe 1 isə onda belə bir şey eləyək. Basaq listin içərisinə. Və ondan sonra alaq. Okey. Burada Jupyter Notebook geciləyir. Burasının heç nə yoxdur. İndi gəldik. Deməli, nə baş verir? Əlavə etdik. Baxın. Not in cache, caching funksiya işə düşür. Sonra bu da əlavə edilir, bu da əlavə edilir. Və növbə gəlib 2.6-ya çatanda artıq 3 limitini aşmış oluruq. Ona görə nə edəcəyik? Baxın. Limit reached, RM, gör nəyi silir. Açara baxın. 2, 3, 8. Bunu silir. Yəni, bax, bunun nəticəsini. Çünki bu necə yada saxlanmışdı? Yada saxlanmışdı ki, 2-3 giriş veriləni var və onun nəticəsi 8 var. Cache-in ən birinci əlavə edilmiş cütü sildi və əlavə etdi bunu. Okey? Və hər dəfə limit 3-ü keçəndə nə edir? Ən birincini götürüb silir. Bu da belə. Uzun söhbətdən sonra əsas məsələ yaddan çıxdı. Biz bu 40 dəqiqəlik videonun əvvəlində demişdik ki, əslində FunkTools kitabxanasında bu işi görən alət var və biz nə etdik? Biz iki variant yazdıq. Cache funksiyası, çox sadə funksiya, heç bir limiti falan yoxdur və bunun limitli forması, hansı ki, ən son çağırılan n dənə cütü yada saxlayır. Yəni, ən son istifadə olunanı və Python'ın FunkTools kitabxanası hər iki aləti özündə saxlayır. Bunda var cache və bunda var LRU cache, yəni last recently, yoxsa least recently used cache, ən son istifadə olunan. Gəlin bunlara baxaq və. Necə baxaq? Birincisi, bunu silirik. Nə edirik? Bizə lazımdır FunkTools kitabxanası. FunkTools. Oradan deməli götürəcəyik nəyi? Gəlin ən sadəsindən başlayaq. FunkTools nöqtə dedim. Cache. Bu yuxarıda yazdığımız cache funksiyası kimidir. Artıq cacher. Bunun kimi bir şeydir. Sadə. Heç bir limiti falan yoxdur. Atdıq cache. Çağırırıq funksiyamızı. Deyək ki 2/5 edə. Funksiya işə düşür. Printimizi görürük. Bizim indikatorumuzdur və alırıq 32-ni. Bunu yenə işə salıram və alıram nəticəmi, amma nə edir? Funksiyam işə düşmür. Çünki printimi görmürəm. Niyə? Çünki cache işə düşüb. Run edirəm, vecinə deyil. Deyək ki 2/3 deyirəm. Birinci dəfə işə düşür. Sonra mənə cache-dən cavab qaytarır. Əla. Bunu bizim nəyimiz? Bizim cache limited sayağı bir cache funksiyası var. Hansı ki cache LRU olmalı idi. Yoxsa LRU cache. LRU cache. Yes. Belə bir dekorator var. Hansı ki demək olar ki bizim yazdığımız kimidir. Sadəcə olaraq bu təkcə arqumentin dəyərlərini yox, həm də onların tipini bir növ yadda saxlayır. Çünki ola bilər ki, belə deyək, arqument
eynidir, amma tipi fərqlidir. Nə mənada? Məsələn, deyək ki, 5 və 5,0. Okey, dəyər olaraq eynidir, amma istəyirik ki, ancaq konkret bu tipdə olanı, yəni belə deyək də, 5 və 5,0 bizdə fərqli olsun. Fərqli bir növ məntiqidir, deyək ki. Və o zaman nə edirik? Type bərabərdir true deyəcəyik. Belə olanda default dəyəri false-dur. Əla. Nə edirik? Max size bərabərdir olsun, nə 128. Okey. İşə salırıq. Gəlin restart edək. İşə salırıq. Çağırırıq. Birinci dəfə işləyir. İkinci dəfə nə edir? Cache-dən qaytarır. Və yaxud da ki, limitə salaq bunu. 3 olsun. Restart edək. 3 olsun. 2 3 bu olsun 4, bu olsun 5. Run eləyirəm. İkinci dəfə run eləyəndə cache-dən istifadə olunur. Deyək ki, yenisini əlavə eləyirəm. Bu olsun 2/6. Run olundu. Yazıldı cache-ə və limitimiz 3 olduğuna görə bu bizə nə etməlidir? Yenidən hesablanmalıdır və budur. Yenidən hesablandı. Bu da limit. Əla. Okey. Burada nəyə fikir verməliyik? Baxın. Nəticələr bizdə bir növ lüğətdə, bir növ hash table, bir hash cədvəl kimi saxlanılır. Və bunun dəyərləri demək olar ki, bizim arqumentlərimiz olur. Və əgər biz açar kimi arqumentdən istifadə ediriksə, yəni arqumentə əsasən nəyisə təyin ediriksə, o zaman bizim arqumentlər dəyişilə bilməyən tipdə olmalıdır. Okey? Yəni, deyək ki, əgər nəyisə ID kimi, nəyisə bir unikal bir şey kimi ölçürsənsə, o zaman bu dəyişilə bilməyən bir şey olmalıdır ki, sən dəqiq bunu nəyinəsə müqayisə edə biləsən. Yəni, hashable bir şey olmalıdır. Və buradan belə nəticəyə gəlmək olar ki, əgər bizim funksiyamızın arqumenti hash olunan deyilsə, dəyişilə bilən bir şeysə, deyək ki, siyahıdırsa və yaxud lüğətdirsə, o zaman biz bunu cache edə bilmirik. Niyə? Çünki arqumenti bilə bilmirik ki, yəni bu arqumentlə artıq çağırılıb ya yox. Yəni birə-bir müqayisə eləmək olmur. Məsələ ondadır. Gəlin yoxlayaq. Deyək ki, bizim bir functionumuz var, def f, hansı ki bir, nə bilim, deyək ki, hour, hansının ki tipi olacaq, list və sadəcə olaraq, nə bilim, print, adir, return-də heç nə, none. None dedim. Okey. Və nə edirik? Deyək ki, bunu cache eləməyə çalışırıq. Function yox. Func_tools nöqtə cache deyirəm. Bunu cache eləməyə çalışıram və burada çağırıram. Deyirəm f, bir dənə siyahı ötürürəm, 1, 2, 3 və işə salıram. Və alıram xəta. Unhashable type list. Niyə? Çünki cache arqumentlərdən istifadə edərək açar düzəltməyə çalışır. Və hər bir arqument bir növ, öz-özlüyündə açarın bir hissəsi, ayrıca bir açar rolunu oynayacaq. Və açar kimi nədən istifadə edə bilərik? Ancaq hash olunan dəyişilə bilməyən tiplərdən istifadə edə bilərik. Və bu da bunun məhdudiyyəti. Belə.